Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabunçu rayonu ərazisində yaşadıkları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib. Xəbər verilir ki, dekabrın 11-də axşam saatlarında 2006-cı il təvəllüdlü Ayxan Vəlizadə atası 81-ci il təvəllüdlü İftixar Vəlizadəyə kesici alətə xəsarət yetirib. O aldığı xəsarətdən ölüb. Polis cinayət əməlindən şübhəli bilinən Vəlizadəni saxlayıb, araşdırma aparılır. Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşı İsmail Məmmədəliyev saxlanılıb. Bildirilir ki, Məmmədəliyev barəsində 3 ay 20 gün müddətində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, o, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı, iş adamı İlham Rəhmovun qohumudur.